Azərbaycan dil dərsinə Pascal. Necəsiz? Mövzu nədir? Sifətin dərəcələri. Sifətin dərəcələri. Yaxşı. Kim yaxşı bilir? Kimə sual verim? Oğul. Sana sual verim. Yaxşı. De görüm, balaca söz sifətin hansı dərəcəsində? Balaca sözü adi dərəcədir. Lap balaca. Çoxaltma dərəcəsi. Lap balaca. Çoxaltma dərəcəsi. Körpə. Körpə adi dərəcə. Körpəcə. Çoxaltma. Xırdaca. Çoxaltma dərəcəsi. Yaxşı. İndicə. Kim demək istəyir? Hə. Sifət deyə ki, mən. Super. Döşəmsən. Yaxşı. Adicə. Hansı dərəcədə? C varsa güçlü. Supersən. Yaxşı. De görüm. Yamyaşıl. Çoxaltma dərəcəsi. Çoxaltma. Qəşəng. Sonra bayanlardan kim cavab vermək istəyir? Kimə sual verim? Kim? De görüm. Dümağ hansı dərəcədə? Morfoloji yolla düzəlib. Düz dedi? Sintaktik yolla düzəlib. Yaxşı. Dümü morfoloji yolla nə düzəldə bilərsən dümlə? Dümdüz. Əhsən. O çaşdırıb səni. Yaxşı. Nuray, de görüm. Ağappaq hansı dərəcədə? Ağappaq çoxaltma dərəcəsindədir. Düzdür. Bilirsən də. Şəbnəm batsan sən. Şəbnəmdən çox yazsan inşallah. Kişi. Sən futbolçuydun. Nərman kimi oynayırsan, yoxsa yaxşı oynayırsan? Nərmandan yaxşı oynayırsan. Bir də Süyen qoyaq oynadı orada gül kimi. Hə? Səncə Qarabağın futbolunda nə çatışmır? Hücumçu? Bəli. Junior niyə gəlsə yaxşı olar, hə? Yaxşı. Qarabağ klubu ilə bağlı bir dənə cümlə qur, içində azaltma dərəcəsində olan sifət olsun. Sizə çoxaltma olsun. Qarabağ açıq, yox. Qarabağ açıq. Qarabağların çox açıq yaşıl rəngləri. Hə, olar. Qəşəng düşündü də. Yaxşı, bayanlar, nə sual verim sizə? De görüm, bombuz sifətin hansı dərəcəsindədir? Əhsən, bəs bombuz? Bomboz. Yox, yandırdı, zəfdir. De görüm, düz dedi. Bomboz hansı dərəcədir? Azaltma